Salam əziz yoldaşlar, xoş gördük hər birinizi yenidən. Demək biz sizinlə 27 apreldə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanının 9-cu siniflər üçün olan Azərbaycan dili suallarına baxacağıq. Bundan əvvəlki videolarda kanalda paylaşılıb dil qaydaları və birinci mətn, Eyvaz mətninin izahı verilib. İndi ikinci mətn olan heykəltaraşlıq mətninin izahını verməyə çalışacağıq. İzahdan öncə sizdən bir xahişim var. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın zəhmət olmasa. Birinci suala baxırıq. Deyir, mətnə əsasən düzgün uyğunluq müəyyən edin. 50-60-cı illərdə Azərbaycan heykəltaraşlığının inkişafında əcəmi sənətkarların rolu əvəzsizdir. 50-60-cı illərdə deməli əcnəbi yox, belə deyək, bizimkilər idi. Bax burada Tokay Məmmədov, yəni yerli sənətkarlar, Ömər Eldarov, Elçin Şamilov və başqalarının fəaliyyətini görürük burada və buna verib doğru, bu yanlışdır. Tokay Məmmədov və Ömər Eldarov 50-60-cı illərdə heykəltaraşlıq sənətinin inkişafını etdirən yeganə heykəltaraşlar oldular. Bu yanlışdır. Çünki onlardan əvvəl də var idi. Əlavə də var idi. Yəni Elçin Şamilov var, Tokay Məmmədov var, Ömər Eldarov var. Və verib yanlış kimi, deməli bu doğru uyğunluqdur. Cavab olur B variantı. Füzulinin heykəlini Elçin Şamilov və Ömər Eldarov yaradıblar. Verib doğru kimi yanlışdır. Füzulinin heykəlini yaradanlar kim idi? Deməli Tokay Məmmədovla Ömər Eldarov yaradıb. Elçin Şamilov orada iştirak eləməyib. Məhəmməd Füzulinin abidəsi 6 metrlik postament üzərində uzanır və şairin düşüncələrinin dalğınlığını təsvir edir. Bu doğru fikirdə, amma verib yanlış, ona görə D-də çıxır. Ox atan gənc fiquru Bakının mərkəzi meydanlarından birini bəzəyir. Bu yanlış fikirdir, verib doğru kimi, bu da çıxır. Növbəti suala baxırıq. 48-ci suala. Mətnə əsasən yanlış fikir müəyyən edin. Bakıda ucaldılan daha sənətkarlarımız Nizami və Füzulinin heykəllərinin postamenti eyni ölçüdədir. Yeni forma axtarışında bizim düşüncəyə qərq olan təsvir olması onun şahid. Bu yanlışdır. Çünki eyni ölçüdə deyil. Biri 6 metrdə üstündə idi, biri 9 metrdə. Ona görə cavab olur A variantı. 20-ci əsrin əvvəllərində Azərbaycan heykəltaraşlıq sənətində yaradılan əsərlərin bir çoxu təbliğat xarakteri daşıyır. Bəli, onu giriş hissədə görürük. Təbliğat xarakteri daşıyırdı. Ona görə bu da doğrudur, getdi. 30-40-cı illər Azərbaycan heykəltaraşlığının inkişafı əlamətlər dövr kimi səciyyələndirir. Bəli. Müasir Azərbaycan heykəltaraşlığı yeni forma axtarışındadır. Bəli, bunun nəticə hissəsində görürük. Deyir ki, yeni forma axtarışındadır. Sonra bu da doğrudur. Füzulinin düşüncəyə qərq olaraq təsvir olması onun şair kimi rolunu önə çəkir. Belə, bu da doğrudur. Mətndə tüm qara hərflərlə verilmiş sözlərdən heç birinin kontekstə görə şərhinə uyğun deyil. Deməli, təbliğat bir nəzəriyyənin, ideyanın, biliyi və kütləvi arasında yayma. Bu var. A çıxdı. Sonra fiquru, bədənin incə ritmik hərəkətlər göstərmə məharəti, faydalanma, istifadə etmək, əzəmətli, möhtəşəm, rəssadlığın, heykəltaraşlıq, insan və heyvan təsviri. Bu fiqura E variantı gedir. Sonra monumental isə əzəmətli, möhtəşəmdir. Bu da getdi. Hansı da axırıncı qaldı? Bəhrələnmək. Bəhrələnmək faydalanmaqdır, istifadə etməkdir. Bu da var. Cavab qalır B variantı. Mətnin nəticə hissəsini hansı cümlə ilə tamamlamaq olmaz? Bununla da heykəltaraşlarımız qədim ənənələrə sədaqətlərini qoruyub saxlayırlar. Bax, elə cavab olur A variantı. Çünki belə deyək də, ona sadiq qalırlar. Amma yeni formalar da axtarır. Onlardan bəhrələnib yeni forma axtarırlar. Da elə ancaq o formada yox. Yeni formalar axtarışında da cavab olur A variantı. Azərbaycan heykəltaraşlığının müasir dövrün tələblərinə uyğun olaraq yenilənməkdədir. Bunu artıra bilərik. Bu sahə ildən ilə yeni ideyalar və texnologiyalarla zənginləşir. Bunu da artıra bilərik. Beləliklə, incəsənətin bu növü öz inkişafını davam etdirməkdədir. Bəli, bu axtarışlar heykəltaraşımızın müasir üslublara və texnikalara mənimsəməsinə imkan yaradır. Bəli. 51-ci sual. Altından xətt çəkilmiş sözün məcazi və ya həqiqi mənada olduğunu və həmin sözün mətnindəkindən fərqli mənada işləndiyi cümlə. Yəni, həqiqidirsə məcazidə, məcazidə həqiqidə işləndiyi. Altından xətt çəkilmiş hansıdır? Bakıda İncəsənət Muzeyində saxlanılır. Bu həqiqi mənadadır. A variantı çıxır, B-də çıxır, D-də çıxır. Həqiqi mənadadır. Deməli, insanın həyatda yaşadığı çətinliklər onu möhkəmləndirir və ruhunu güclü saxlayır. Bəli, bu da digər mənada işlənib saxlamaq sözü. Cavab olur C variantı. 52. Fuad Əbdürrəhmanov və Cəlal Qaryağdı heç bir deyxanaya yazıla bilməz. Məhəmməd Füzulinin heykəlini yaratmışdır. Məhəmməd Füzulinin heykəlini yaradan, deməli, bu
Toğay Məmmədovun Eldarov aiddir. Bu heç birisinə aid deyil. Cavab olur A variantı. Muzeydə saxlanılan əsəri var. Bax, bu aiddir. Fuad Əbdürrəhmanova deyir ki, Bakıda İncəsənət Muzeyində saxlanılır. Bu monumental. Deməli, bunu yaza bilərik Fuada. B-ni bura yaza bilərik. İki müxtəlif şəhərdə eyni sənətkarın muzeyi üzərində işləmişdir. Bu aiddir Cəlal Qaryağdıova. Deməli, həm Gəncədə, həm də yox, bir dəqiqə. Bu aiddir Fuad Əbdürrəhmanova. Həm Gəncədə Nizamini yaratmışdır, həm də Bakıda Nizaminin heykəlini yaradıb. Deməli, C də yazırıq Fuada. Milli heykəltaraşlığın inkişafının öz töhfəsini verib, bu ortaq xüsusiyyətdir. D-ni yaza bilərik. Heykəltaraşlığın müxtəlif janrlarına aid əsərlər var. Bu Cəlala aiddir. D-ni də yaza bilirik. Cavab olur A variantı. 53-də mətnin plan bəndi hansı plan bəndi mətnin əsas hissəsinə aid deyil? Milli heykəltaraşlığın peşəkar inkişafı aiddir. Əcnəbi sənətkarların heykəlləri, baxın, bu giriş hissədə verilib. Cavab olur B variantı. Mətndə hansı suala cavab tapmaq mümkün deyil? Gəncə şəhərində Nizaminin heykəli üzərində yaradıcılıq işi neçənci ilə təsadüf edir? Gəncə şəhərində Nizaminin 46-cı il. Bax, var burada. Nizaminin Tunç heykəli yaradılır. Bu var. Sonra var. 70-90-cı illərdə Azərbaycan heykəlinin hansı sahədə nailiyyəti əldə olunub? Bu da var. Baxın, burada deyir ki, 70-80-ci ildə kiçik plastika sahəsində xeyli nailiyyət əldə edilib. Bu da var. Deməli, bu da qoyuruq. Birgə yaradıcılıq işi təqdim etmiş heykəltaraşlar kimdir? Elə Toğay Məmmədovla Eldarovun deyə bilərik. Məmmədov, Eldarov və Şamilov heykəltaraşlıq sənətinə hansı yeniliklər gətirib? Bax, bunun cavabı yoxdur. Cavab olur D variantı. Cəlal Qaryağdıova yaradıcılığa xas olan xüsusiyyətlər nədir? Yaradıcılığın xas olan xüsusiyyətlər. Müxtəlif janrlarda əsər yazıblar. Sonra monumental dekorativ heykəltaraşı onun yaradıcılığının əsasını yer tutur və s. kimi xüsusiyyətlər deyə bilərik. 55-ci sual. Həmin dövrdə yaradılan heykəllər həm yüksək estetik dəyərə, həm də sənətkarlıq bacarığına malik idi. Buna görə də onlar müasir dövrə qədər gəlib çatmışdır. Fikrini əvvəldə işarə qoyulmuş hansı abzasda ifadə olunan məzmuna ziddir. Seçiminizi əsaslandırın. Baxın, bu hissəyə aiddir. Çünki burada deyir ki, əksəri təbliğat xarakterli olduğu üçün uzunömürlü olmamışdır. Yəni, məhv olmuşdur, müasir dövrə gəlib çatmamışdır. Amma burada deyir ki, indiki dövrümüzə gəlib çatıb. Birinci abzasa aiddir və səbəbi də deyir ki, orada deyir ki, məhv olmuşdur, gəlib çatmamışdır bu dövrə. Amma burada deyir ki, müasir dövrə qədər gəlib çatıb. Heykəltaraşlıq görkəmli şəxsiyyətlərin xatirəsinin qorunmasında və gələcək nəsillərə ötürməsində mühüm bir vasitədir. Fikrini mətnə əsasən istinad edərək əsaslandırın. Baxın, yoldaşlar, burada məsələn Nizami, Füzuli, Sabir kimi görkəmli dahi Azərbaycan sənətkarlarının heykəllərinin belə deyək, yaradıldığını görürük və o da müasir dövrə qədər belə deyək, onların haqqında məlumatın gəlib çatmasına, tanınmasında mühüm rol oynayır. Belə bir fikirlərdə yaza bilərik. Bu qədər. Sağ olun.